Vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün may ayının 2-si, həftənin cümə günüdür və vacib bir xəbərimiz var, onu diqqətinizə çatdırırıq. Belə ki, evlərin sökülməsi ilə bağlı istismar müddətini bitirmiş evlərin söküntüsünə başlanılır. Bununla bağlı Bakı şəhər icra hakimiyyətindən məlumat veriblər. Məlumatda qeyd olunur ki, Bakı şəhərinin yeni baş planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətinə başa vurmuş. Eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zəruriyyəti, mühəndis kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rıza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi işlərinə başlanılıb. Demək, bu proses xeyli müddət davam edəcək. O ərazidə yaşayan sakinlərə isə kompensasiya ürəkləri istənilən qaydada veriləcək.